Prezidentin köməkçisi Hikmət Hacıyev ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri bildirdik ki, Tərtər rayonunda olublar. Tərtərdən sonra Ağdam rayonunda səfər ediblər. Onlara Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumat verilib. Ağdama ezam olunan xüsusi müxbirimiz Günay Yelmar qızı da nümayəndə heyəti ilə birlikdə 12 yaşında tərk etdiyi Ağdama qədəm qoyub, süjeti təqdim edirik. ...27 ildən sonra ilk dəfə doğulduğum torpağa gəlmişəm, Ağdam rayonuna, Ağdam şəhərinə gedirik. Bu yol bizi ora aparır. Təxminən 12 yaşında Ağdamı tərk etmək məcburiyyətində qalmışdım və illər keçəndən sonra ilk dəfə Ağdama gedirəm. Yol boyu dağıntılar görürük. Mənim arzularımdakı, xəyallardakı, xatirəmdəki ən gözəl şəhərdir Ağdam. Ancaq təəssüf ki, Ağdamda daş üstündə daş qalmayıb. Mən illər sonra öz doğma şəhərimə gedirəm və orada qoyduğum 12 yaşımdan görüşməyə gedirəm. Səfərdə diplomatik korpusun nümayəndələri ilə yanaşı Ağdamın Qarabağ futbol klubunun üzvləri də iştirak edib. Ağdam məscidi ziyarət edildikdən sonra namaz qılınıb. Biz indi Ağdam məscidindəyik və gördüyünüz bu Quranı Ali Baş Komandan Prezident İlham Əliyev Ağdama səfəri zamanı Ağdam məscidinə hədiyyə edib. Bu Quranı müqəddəs Kəbə ziyarətindən gətirdiyi Quran kitabını məhz Ağdam məscidinə hədiyyə edib dövlət başçısı. Bugün diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların nümayəndələri və Ağdamın təmsilçisi olan Qarabağ klubunun nümayəndələri də Ağdama səfərləri çərçivəsində Ağdam məscidini ziyarət etdilər. Burada namaz qıldılar və dualar etdilər. Təbii ki, bütün duaların təməlində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə, belə deyək, şükürlər dayanırdı. Bu qələbəni təmin edən Azərbaycan ordusuna və onun Ali Baş Komandanına təşəkkürlər dayanırdı və onların ən böyük arzusu, bizim hər birimizin ən böyük arzusu Ağdamı əvvəlkindən daha gözəl görməkdir və inanırıq ki, bu tezliklə belə də olacaq. Ermənistan tərəfindən 1993-cü ildə Ağdam şəhəri işğal edildi. Həmin dövrdə ATƏT-in Minsk konferansının sədri funksiyasını yerinə yetirən Mario Rafael'in iştirakı ilə Roma şəhərində münaqişənin həlli üzrə və Azərbaycanın işğal olunmuş rayonlarının işğaldan azad edilməsi üzrə danışıqlar həyata keçirildiyi bir halda Ermənistan tərəfindən Ağdam şəhəri xəyanətkarcasına işğal edildi. Həmin dövrün hesabatları da göstərilir ki, Ağdam şəhərinin işğalına hər hansı bir hərbi zərurət yox idi. Səfər zamanı həmçinin əslən Azərbaycanlı olan Fransalı fotoqraf Rıza Diqqətinin sərgisinə baxış keçirilib. Ağdama gedərək bu şəhərin tarixi məscidini ziyarət edən fotoqraf 28 il əvvəl işğal zamanı eyni yerdə çəkdiyi fotonu nümayiş etdirib. Həmin foto erməni quldur işğalçılarının Qarabağa hücumu və Azərbaycanlıları qətliam etməsinə görə Azərbaycanlı bir ananın fəryadına ehtiva edir. 40 ildir ki, mən bütün müharibələrdə olmuşam, bütün şəhərlərdəki müharibə olubdur, ölkələrdə olmuşam. Belə bir şəhər mən görməmişdim indiyə kimi ki, bütün hamısın belə dağıdalar. Çünki elə şəhərlərdə olur ki, müharibə bir qismətdə olur, bir başqa yer olur. Amma bu, indi ki, mən 3-cü gündür burada gəlib baxıram, elə bir ki, bir fikrinlə bunlar hamısını dağıdıblar. 27 illik həsrətdən sonra ilk dəfə Ağdamda Qarabağ şikəstəsi səslənir. Ağdam Dövlət Dram Teatrının qarşısında xalq artisti Mansum İbrahimov 27 illik həsrətdən sonra ilk dəfə Qarabağ şikəstəsini ifa eləyir. Bu bir xoşbəxtlikdir. Allah bu günü bizə çox görməsin. Allah Ali Baş Komandanımızı qorusun, müzəffər ordumuzu qorusun. Ondan sonra ancaq quruculuq işləri və böyük burada yubileylər, tədbirlər
festivallar keçirəcəyik. Könlümün sevgili məhbubum benim, vətənimdir, vətənimdir, vətənim. Qarabağcan, Qarabağa yurdum, bu çadarlarda gəzir, Vaqifin çox gözəli. Daha sonra Ağdam Şəhidlər Xiyabanında Azərbaycanın milli qəhrəmanı Qarabağ Futbol Klubunun baş məşqçisi olmuş Allahverdi Bağırovun da məzarı ziyarət edilib. Qeyd edək ki, düşmən Ağdamın Şəhidlər Xiyabanında olan bütün qəbirləri dağıdıb. Tarixlərə bağışladın neçə qurban, hər qonşuda bir parçası əsir qalan. Ağdamın dünyaca məşhur çörək muzeyindəyik. Bu dünyada ikinci çörək muzeyidir. Burada təxminən 3000-ə yaxın eksponat qorunurdu vaxtı ikən. Ancaq təəssüf ki, Qarabağ savaşında Ağdam çörək muzeyi də məhv edildi və təəssüf ki, o eksponatların əksəriyyəti də məhv edildi. Gecəyə bir yol açır, hər dost ilə xoş. Qarabağ xanlarının məqbərələri ziyarət olunduqdan sonra qonaqlar İmarət stadionunda olublar. Ağdamın Qarabağ Futbol Klubu 27 ildən sonra doğma meydanda futbol oynayıb. Qalib ölkənin qalib komandası Qarabağ öz doğma stadionundadır. 27 illik həsrətdən sonra İmarət stadionunda Qarabağ futbolçularını görürük. Qarabağı dünya imarət bəxş edib və 27 ildən sonra Qarabağ imarətdədir. İnanırıq ki, çox tezliklə Qarabağ imarətə dünyanı gətirəcək. Ağdamın həsrəti bizlərik, Azərbaycanlılardır. Burada ruh bədənə qovuşmalıdır. Çox işlər görülməlidir. Amma inşallah tezliklə burada ən yaxın zamanda oyunumuzu oynayıb o gün, o ilk oyun siz təsəvvür eləməzsiniz ki, 30 il onun xəyalıyla yaşadıq ki, inşallah o günləri görək. Bizim digər əhalimizin yaşadığı yerdən Ağdam məscidinə qədər hardasa 10 dəqiqəlik bir məsafə idi. Biz 27 ildir ki, bu məsafəni qət eləyə bilmirdik. Artıq şükürlər olsun Allah ki, biz bu məsafəni daha da qısaltmışıq və buradayıq, evimizdəyik, obamızdayıq. Bugünkü belə adi boş ərazi olsa belə bu adi bir oyun deyil. Yəni ilk meydana topla bir yerdə girdiyim anda artıq təsəvvürümə o qədər şeylər gətirdim ki, o anda yəni istər yerli çempionat olsun, istər Avropada oynadığımız oyunlar olsun, azərkeşlərimizin bizə olan dəstəyi olsun. Yəni bundan öncə getdik, kapitanımızın, komandirimizin Allahverdi Bağırovun məzarını ziyarət elədik. Yəni sırf mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Millət vəkili Aqil Abbas da 27 ildən sonra ilk dəfə Ağdamda olub. Düşmən tərəfindən dağıdılmış evini görüb. Ağdamsız yaşamaq bir zülmüdür. 27 il işgəncə idi, işgəncə deyil. Nə qədər adamın ürəyi açılır. Amma gəldim, birincisi Pənah xanın qəbrini demişdim, ziyarət edəcəm. Pənah xanın qəbrini ziyarət elədim. Sonra məscidimizi ziyarət elədim. Sonra getdim, evimizi tapdım. Oxuduğum məktəbi də tapdım. Həyətimizi də getdim. Getdim, sonra da Allahverdinin getdik, qəbrini ziyarət elədik. Azərbaycanın qeyrətli oğlunu qəhrəmanı. Yəni və özüm də xeyli şəhərdə piyada gəzdim. Ağdam yolu da minalardan təmizlənir. Ərazilərin minalardan təmizlənməsi üzrə Milli Agentlik Ağdam şəhərinə gedən avtomobil yolunun ətrafında mina təmizləmə əməliyyatını həyata keçirir. Əməliyyata müasir texniki təmizləmə maşınları cəlb olunub. Ərazilərin minalardan təmizlənməsi üzrə Milli Agentlikdən verilən məlumata görə sözü gedən texnika yalnız düzənlik ərazilərdə istifadə oluna bilir. Artıq işğaldan azad edilən ərazilərdə 7 kilometr uzunluğunda avtomobil yolu və onun kənarları tam təmizlənib. Bir vaxtlar həyatın qaynadığı, əməksevər insanların qurub yaratdığı abad şəhərdən təəssüf ki, əsər əlamət qalmayıb. Ermənilər Qarabağın işıqlı, ağ, nurlu şəhərini, Ağdamın ağdamlarını xarabazara çevirib. Ancaq dağılan evlərdir, yurt yeri bizdədir. Evlər isə yurdun üzərində ucaldılır. Ağdam yenə Qarabağın ən gözəl şəhərlərindən biri olacaq. Biz buna inanırıq. Günay Yelmar qızı, Rüfət Məmmədov, Ağdam, ATV Xəbər.